Azərişıq Açıq Səhmdar Cəmiyyəti ölkənin bütün regionlarında olduğu kimi Ağcabədinin də elektrik təsərrüfatını yenidən qurur. Yeni Qaradolaq və Minəxorlu kəndlərində 4 və 10 kilovatlıq metal dayaqlar əkilib, açıq naqillər özünü daşıyan izolyasiyalı naqillərlə əvəzlənib. Kəndlərdə ümumilikdə müxtəlif gücdə 13 yeni komplekt transformator məntəqəsi quraşdırılıb. Həmçinin yaşayış evləri smart və SMS tipli sayğaclarla təchiz olunur. Hindarx və Qaravəllidə də 4 və 10 kilovatlıq elektrik şəbəkəsi yenilənir. Hindarxda 5 komplekt transformator məntəqəsi quraşdırılıb. Qaravəllidə isə köhnə transformator mərkəzi əvəzinə 1000 kilovat gücündə yeni güc mərkəzi yaradılıb. Şəhər ərazisində 10 kilovatlıq şəhər 1 çörək zavod və qaz idarəsi hava xətləri üzrə metal dayaqlar əkilir, izolyasiyalı naqillər çəkilir. Həmçinin sayğaclar həyətyanı ərazilərdən kənarlaşdırılaraq yenilənir. Azərişıq Açıq Səhmdar Cəmiyyəti ölkənin bütün regionlarında, eləcə də Qarabağ və Şərqi Zəngəzurda yenidən qurma əsaslı təmir bərpa işlərini davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hesablanıb.